Əziz qonaqlarımız, əziz dostlar. Bugün hamımız bura məhəbbət çırağının ətrafına toplaşmışıq. Məhəbbət çırağı konsertimiz bir neçə saniyədən sonra başlayır. Bizim gənclərimiz hazırdılar və həyəcanlıdılar. Rica edirəm hər birinizdən bugün onları alqışsız qoymayın. Çünki bu alqışlar onlara bu sevgini, bu məhəbbəti musiqi olaraq geri qaytaracaq. Və bizim gənclərimiz, bizim istedadlılarımız, xorumuzun həm solistləri, həm rəhbəri və təbii ki, peşəkar musiqiçilərimiz bu çırağın ətrafına o sevgi ilə toplaşıblar ki, sizə də məhəbbətdən bir pay düşsün. Bəli, sevgi hər birimizin həyatında xüsusi bir rol oynayır. Və bugün hamımız bura o sevginin işığına toplaşmışıq. Konsertdə elə ifaçılarımız da sizə caz və estrada musiqisinin ən gözəl nümunələrini səsləndirəcəklər. İlk çıxışımıza da hazırdılar. Mən çox istəyərdim ki, əvvəlcə bura, bəli, bizim musiqiçilərimizi dəvət edim. Piyanoda Eldar Məmmədov, zərb alətləri İskəndər Ələskərov, bas gitara Pərviz Məmmədov, nəfəsli alətlər Teymur Abdullayev və xorumuzu dəvət edim ki, məhz rəhbərimizin çıxışı onların huzurunda olsun, onların yanında olsun. Və Cahangir Cahangirov adına xor kollektivi artıq sizin qarşınızdadır. Və illərdir əziyyət çəkən, illərdir xorumuzun hər üzvünə analıq edən, onlara ömrünün demək olar ki, yarısını fəda etmiş bədii rəhbərimiz, əməkdar müəllim, dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru və ən əsası bu xoru quran, yaradan və bugünlərə qədər gətirib çatdıran Təranə xanım Yusifovanı da dəvət etmək istəyirəm. İlk sözü elə onunla başlayaq. Çünki baxın, sevərək iştirak edən bu xorun bütün uşaqları Təranə xanım sizin övladlarınızdır. Və nə xoş onlara ki, bu həyat və orada dediyimiz kimi onların qarşısına məhz sizi çıxarıb. Təbii ki, bu da məncə bir təsadüf deyil. Və beləcə biz məhəbbət çırağımıza başlayırıq. Elə ilk ifamız da belə adlanır. Məhəbbət çırağı. Çıxış edir Cahangir Cahangirov adına xor kollektivi. Hazırsınızsa başlayaq.
sözü məhəbbətdir alışır, alışır. Kainata sevgisindən danışır, danışır. Məhəbbətlə doğuldum, gözəlliklə yoruldum, yolunda işıq oldum, mən oldum. Günəş özü məhəbbətdir alışır, alışır. Kainata sevgisindən danışır, danışır. Məhəbbətlə doğuldum, gözəlliklə yoruldum, yolunda işıq oldum. Lay 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 lay, la lay 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 lay, la lay 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 lay, la lay 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 lay, la lay 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 lay, la lay lay lay. Alqışlarınız elə belə tempdə də məncə davam etsin. İkinci çıxışımız bəlkə də musiqisi Emin Sabitoğlu, sözləri Vaqif Səmədoğlu, işləyəni təbii ki Təranə xanım Yusifova, solo ifa edirlər Vəfa Vəzirova, Rövşən Əziz. Buyurun.
Rövşən Əziz və Vəfa Vəzirova təşəkkür edirik. Məhəbbət çırağının işığına siz də toplaşdığınız üçün minnətdaram sizə. Növbəti çıxışımız Bésame Mucho. Musiqisi Consuelo Velasquez, sözləri isə Saynes Skyler. O benim. Besame'den sonra Xalq mahnısı Ay Qadası işləyəni Təranə Yusifova, solo ifa edir Anar Hüseynli. Yürüyüş
Kim nazın çeker arkadası, kim nazın çeker arkadası, kim nazın çeker arkadası, kim nazın çeker arkadası. Kim nazın çeker arkadası, 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 kim nazın çeker arkadası. Sevdim, sevildim. Musiqisi Lalə Əhmədova, sözləri Bəxtiyar Vahabzadə, solo ifa edirlər. Zeynəb Nəcəfova, Elmin İbrahimov, Aydan Tağıyeva, Məhəmməd İsmail Əliyev.
Beynəlxalq Muğam Mərkəzi nəzdində Cahangir Cahangirov adına xorun Məhəbbət Çırağı konserti davam edir. Lalə xanım, ürəyinizə sağlıq, qəlbinizə, ruhunuza sağlıq. Belə gözəl mahnı üçün və əlbəttə ki, ifaçılarımızın da ifası üçün onlara minnətdarıq. Ruha toxunan və sözün əsl mənasında bu məhəbbət çırağına işıq salan onların səsidir, onların nəfəsidir. Növbəti çıxışımız isə belə adlanır, Leyla. Musiqisi Cahangir Cahangirov, sözləri Məmməd Rahim, işləyəni Müzəffər Əsgərov, solo ifa edir Hüseyin Əliyev. Məndə Məcnundan Füsun aşıqlı sevdadı var. Aşıqı sadık mənəm, Məcnunun ancaq qıl təfəxür kimsəni səni həm var mən tək aşıqı Leylinin məcnuni şirinə gəl Fərhadı bana Bəli, məncə də bravo. Bir alqış da dəyərdir. Bu hazırlığa, bu həvəsə və əlbəttə ki, bütün bunlar Təranə xanımın səyi nəticəsindədir, peşəkar musiqiçilərimizin sayəsindədir və həvəslə, sevgi ilə musiqiyə 250 sarılan bax, bu ifaçılarımızın sayəsindədir. Eşq olsun hər birinizə. Smoke Gets in Your Eyes. Musiqisi Jerome Kern, sözləri isə Otto Harbach.
ruhumuz dincəlir. Və əsl musiqini, gözəl musiqini elə uşaq yaşlarımızdan bəri hamımıza aşılayan və o musiqini bizə sevdirən, Azərbaycan musiqi tarixində, incəsənət aləmində öz adını qızıl hərflərlə ora yazan çox önəmli və dəyərli bir insan aramızdadır. Çox xahiş edirəm. Vaqif Gərayzadəni ürəkdən alqışlayırıq. Vaqif müəllim, sizdən ilhamlanaraq növbəti ifaya keçirəm. Bəli, bilirəm, çox tərifi sevmirsiniz, amma bunlar tərif deyil, həqiqətlərdir. Allah sizi var eləsin. Növbəti çıxışımız Yuxuma Gəl. Musiqisi Vaqif Gərayzadə. Sözləri İsmail Dadaşov. Solo ifa edir Zeynəb Nəcəfova.
Korkma gel sevgilim. Əbəs yerə demirik ki, silinməz iz qoyur bu musiqilər. Sərvər Şahbəyev, musiqisi layiq qərazlardır. Nəsildən nəslə ötərək yaşayır bütün bu mahnılar. Növbəti ifamız Çiçək Tapa Bilmədim adlanır. Musiqisi Polad Bülbüloğlu, sözləri Fikrət Qoca, işləyəni Ertuğrul Alpertürk, solo ifa edir Elmin İbrahimov. Strangers in the Night, musiqisi Bert Kempfert, sözləri Charles Sington, Eddie Snyder, solo ifa edir Həmzə Abdurrahmanov. Ya da yazıldığı kimi deyim, Hamza Abdurrahmanov.
empty glasses, drinking the night. What were the chances we should have done before the night was through? Something in your eyes was so inviting, something in your smile was so exciting, something in my heart told me I must tell you. Strangers in life, two lonely people, we were strangers in life. Up to the moment when we sat under so long, we told each other, I was just a glance away, a moment racing that way, and ever since that night, we've been together, lovers at first sight. It's not forever, eternal night, we're strangers in the night. Oh, was just a glance away, a warm embracing dance away. Ever since that night, we've been together, lovers at first sight, in love forever, eternal survive. We're strangers in the night. Və onu da qeyd etmək istəyirəm ki, xorumuzun ən gənci məhz Həmzədir. Məncə, bəli. Bu yaşda, bu istedad və bu məsuliyyət. Növbəti çıxışımız O Qız Hanı. Musiqisi Vasif Adgözəlov. Sözləri Əliağa Kürçaylı. İşləyəni Ertoğrul Alpertürk. Solo ifa edirlər Emil Bağırzadə, Xəyal Qasımov, Hüseyin Əliyev.
gezirəm hər yanı, tapım sənin nazlı ceyranı. Mən gəzirəm hər yanı, mən gəzirəm hər yanı, tapım sənin asıl ceyranı. Mən gəzirəm hər yanı, mən gəzirəm hər yanı, tapım sənin asıl ceyranı. Aləm oyansın. Musiqisi Vaqif Gərayzadə, sözləri Sərvər Şahbəyli, solo ifa edirlər Nəzakət Əliyeva, Zeynəb Nəcəfova, Mədinə Mirzəyeva. İnsan tutar bir yolu, Min arzuyla ürək dolu, qədrim bilən sevər onu, ömür yolunu. aylar iller keçsə, insan ömrü seversə, yılanı arıyor, gözəl bir dumru. Aləm oyansın, gün açsın, güneş yerlərə nur saçsın, tutsun hər yanı bir sevgi, hər bir insanı. Her bir insanın arzusu eşki. Hər gecənin sonu var, hər bir səhərin danı var. Sever güzel hayatı, arzuya çatır. Aylar iller keçsə, insan ömrün sevərsə, Gözəl bir dumru. Alem oyansın, gün açsın, güneş yerlərə nur saçsın. tutsun hər yanı bir sevgi, hər bir insanı. Her bir insanın arzusu eşki. Gülümdə şəbnəyəm, dilimdə xoş kəlməyəm, ay qoyutsun səsimiz, oyansın anəyəm. Aylar iller keçsə, insan ömrü seversə, yılanı arıyor, gözəl bir dumru. Aləm oyansın, gün açsın, güneş yerlərə nur saçsın,
Vaqif müəllim. Eldar müəllim, çox sağ olun. Sağ olun. Əlavə bir sözə məncə ehtiyac yoxdur. Vaqif Gərazadə imzalı əsər. Növbəti ifamız What a Wonderful World. Musiqisi və sözləri George David Weiss, Bob Tile, işləyəni Elnur Qurbanov. Bakı haqqında mahnı. Musiqisi Rauf Hacıyev. Sözləri Süleyman Rüstəm. Solo ifa edirlər Zeynəb Nəcəfova, Aydan Tağıyeva, Xəyal Qasımov, Riyad Eyvazov. Gülür aydan, sınaf ezerim.
Qara qanına günlərin bəzəyi Sirdaşımdır dost ellərin ürəyi Onlar yurdu ana vətən canımsa Gözəl Bakı ürəyim sən qanımsan Babalardan yadigarsan ellərə Adın düşüb mahnı kimi dillərə Senindir bu yüreğimin ateşi Bağrındadır geleceğin güneşi Yaşa yaşa ey sefalı şehrim Al bayraqlı gözəl qədim şəhərim Oğlar yurdu ana vətən canımsa Gözəl Bakı ürəyim sən qanımsa Babalardan yadigarsan ellərə Adın düşüb mahnı kimi dillərə Teşekkür edirik. Ümidvarıq ki, məhəbbət çırağında istirahət edə bilirsiniz. Növbəti çıxışımız belə adlanır. Pretty Woman. Və xorumuzun ən gənc ifaçısı Hamza Abdurrahmanov ifa edəcək. Musiqisi və sözləri Roy Orbison, Bill Dees, işləyəni Ellada Məmmədova. Buyur.
like to meet pretty woman. I don't believe you, you're not the truth. No one could look as good as you. Mercy, pretty woman, couldn't help but see pretty woman. I couldn't help but see pretty woman. And you look lovely as can be. Are you lonely just like me? Pretty woman, stop a while. Pretty woman, talk a while. Pretty woman, give your smile to me. Pretty woman, yeah, yeah, yeah. Pretty woman, look my way. Pretty woman, say you'll stay with me. 'Cause I need you, I'll treat you right. Come with me, baby, be mine tonight. Pretty woman. Növbəti ifamız Всё прошло. Musiqisi Polad Bülbüloğlu, sözləri Annegin Hacıqasımov, işləyəni Ertuğrul Alpertürk, solo ifa edir Nihat Orucov. Вот и все, я давно не встречаю тебя. Все прошло, словно сон, будто не было в жизни тебя. И вот однажды совсем случайно мы повстречались с тобой. Прошла ты мимо, я оглянулся на взгляд растерянный твой. Ты ждала. Словно вновь, лишь на миг повторился тот сон. Мне казалось, что я вновь в тебя, как прежде, влюблен. Стоял я молча и сердцем видел, как ждешь и ты нужных слов. Но не нашли мы их друг для друга, и понял я, все прошло, все прошло. Все прошло.
стоял я молча и сердцем видел, как ждешь ты нужных слов. Но не нашли мы и друг для друга, и понял я, все прошло, все прошло, все прошло навсегда. Все прошло. Teşekkür edirik Nihat Orucov. Onun ifasıyla xorumuzla beraber növbəti ifamıza keçirik. Arazım, musiqisi Ramiz Mirişli, sözləri Fikrət Qoca, işləyəni Təranə Yusifova, solo ifa edirlər Zeynəb Nəcəfova, Mədinə Səlimova, Elmin İbrahimov, Məhəmməd İsmail Əliyev. Geldi bahar açtı güller, haraz açtı, haraz açtı. Geldi bahar açtı güller, haraz açtı, haraz açtı. Boz dalgalar göyerçildi, kanatlanıp araz uçtu. Boz dalgalar göyerçildi, kanatlanıp araz uçtu. Araz öter şirin şirin, sözü şirin, dili şirin. Araz öter şirin şirin, sözü şirin, dili şirin. Benim arazım. Araz öter şirin şirin, sözü şirin, dili şirin. Araz öter şirin şirin, sözü şirin, dili şirin. Benim arazım. Serin serin külək esti, dalgalandı kızıl güller. Serin serin külək esti, dalgalandı kızıl güller. Han Araz'ın nəğməsine yine yandı kızıl güller. Han Araz'ın nəğməsine yine yandı kızıl güller. Araz öter şirin şirin, sözü şirin, dili şirin. Araz öter şirin şirin, sözü şirin, dili şirin. Benim arazım. Araz öter şirin şirin, sözü şirin, dili şirin. Araz öter şirin şirin, sözü şirin, dili şirin. Benim arazım.
tə şirin şirin, sözü şirin, dili şirin. Arazı tə şirin şirin, sözü şirin, dili şirin. Mənim Arazım. Arazı tə şirin şirin, sözü şirin, dili şirin. Arazı tə şirin şirin, sözü şirin, dili şirin. Mənim Arazım. Mənim Təranə xanım, o güllər ancaq sizdə daha gözəl görünə bilər. Mən sizin üçün o gülləri sizə, bu güllər sizindir. Sizin üçün o güllər azdır belə. Allah sizi var eləsin. Hamıdan heyecanlıydınız, amma məhəbbət çırağının işığına toplaşanlar hər birinin ürəyincədir. O deməkdir ki, əməyiniz yerdə qalmır. Siz bu zövqü hər birimizə yaşatmağı bugün bacarırsınız. Təşəkkür edirik sizə hamı adından. Aqua de Beber növbəti ifamız. Musiqisi Antonio Carlos Jobim, sözləri Vinicius de Moraes, solo ifa edir Aydan Tağıyeva. Ba
Növbəti ifamız Yollar adlanır. Musiqisi Vaqif Mustafazadə, sözləri Fikrət Qoca. Nəğmələr güllərə bəzər, tellərə güllərələri, gözəl zərif nəğmələri. Gözəl zərif nəğmələri. Bəli, bu alqışlar onlar üçün nə qədər önəmlidir. Təşəkkür edirik hər birinizə, minnətdarıq. Ay, nə gözəl. Gül yağışına tuturlar Təranə xanımı. Təranə xanım, siz buna layiqsiniz. Və əlbəttə ki, çox istərdim ki, özünüzü də alqışlayın. Bu sahada kimi bizimlə bərabərsinizsə, demək ki, siz də gözəl musiqini sevən insanlarsınız, dəyər verən insanlarsınız. Gələn ayaqlarınız var olsun. Və bizim növbəti çıxışımız Uca Dağlar adlanır. Musiqisi Oktay Kazımi, sözləri Rüfət Zəbioğlu, solo ifa edir Rəvan Qaçayev. Yayda yaylağımdır, qışda oylağım, yazda seyrangahım, bu dağlar mənim. Köçülüb elləri, payız ayları, ay balayam. Köçülüb ellərim, payız ayları, gözüm görüb, könlüm bu dağlar mənim.
çəkildi sinəmə, çəkildi sinəmə. Bu dağlar mənim Cahangirov adına korumuzun solistleri. Musiqiçilər Eldar Məmmədov, İskəndər Ələsgərov, Pərviz Məmmədov, Teymur Abdullayev, Təranə xanım Yusifova, Beynəlxalq Muğam Mərkəzinə dərin təşəkkürümüzü bildiririk. Məhəbbət çırağınız hiçbir zaman sönməsin. Ne kadar ki əsl musiqi var, ne kadar ki peşəkar musiqiçilərimiz var, bu çıraq yanmağa davam edəcək. Mən istəyirəm hər birinizə təşəkkür edim. Bu 21 əsəri sona qədər bizimlə əyləşib dinlədiniz və bizi alqışladınız. Hər birinizə ayrı-ayrılıqda təşəkkür edirəm. Var olun. Mən
Mən təşəkkür edirəm Eldar Məmmədov və onun ansamblına. Mən təşəkkür edirəm Zümrüd xanıma, təşəkkür edirəm Beynəlxalq Muğam Mərkəzinin bütün yaradıcı heyətinə. Sizlərə var olun ki, bizimləsiz, var olun hər birimiz. Siz tamaşaçıların sayesinde, musikiye değer veren insanların sayesinde bu çırak daima yanacak. Məhəbbət çırağı musiki deməkdir, məhəbbət çırağı səs deməkdir, ifa deməkdir. Və bu çırağı Təranə xanım yandırır, biləsiniz. Sağ olun. Bugün bizim burada değerli musiqişünaslarımız iştirak edir. Mən istəyirəm onlardan biri Zümrüd xanım Dadaşzadə çox aktiv bizim musiqişünasımızdır ki, hər bir konsertə çox diqqətlə qulaq asır. Həmişə də öz fikirlərini deyir. Mən istəyirəm, mən nöqsanlarımı da istəyirəm, yaxşıları da istəyirəm. Çünki onu bilməsək biz sabah inkişaf edə bilmərik. Çox xahiş edirəm Zümrüd xanım. Buyurun. Musiqiden zövq almış, səslərlə qürur duymuş bir simanız var. Mən birinci növbədə təşəkkür eləmək istəyirəm ki, bugün bizi Təranə xanım məhəbbət çırağı ətrafında birləşdirib. Doğrudan da çox gözəl bir konsert idi, elə rəngarəng bir palitra təqdim olundu. Təranə xanım niyə belə danışır, niyə məni ərk eləyir? Çünki yəqin burada bəziləri bilir, bəziləri bilmir, amma Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında əvvəl Azərbaycan Dövlət Konservatoriyası idi. Təranə xanım mənim sinfimdə musiqi tarixi keçmişdi. O səbəbdən bir keçmiş müəllimi kimi o məndən hansısa bir rəy eşitmək yəqin arzusundadır. Nöqsanlar burada, mən nə deyim Təranə xanım, o qədər sizin burada gözəl tapıntılarınız var, o qədər müvəffəqiyyətləriniz var, o qədər nailiyyətləriniz var ki, mən burada nöqsanlar, bir deyəsəm bunu böyük şairlərdən birisi demişdi ki, bu nailiyyətlər, müvəffəqiyyətlər, bədii kəşflər müqabilində hansısa xırda ola bilər də, mən demirəm böyük, xırda hansısa çatışmazlıqlar və s. onlar haqqında heç danışmağa dəyməz, mənə belə gəlir. Çünki bugün həqiqətən çox belə əlvan bir musiqi çələngi bizə təqdim olundu. Özdə indi biz bu deyək ki, günü kimsə qəbul eləyir, kimsə qeyd eləyir. Amma bir oturmuşdum, düşünürdüm də sabahda belə bir sevgi dolu bir gündür. Yəni olsun da sevgi ən gözəl bir, ülvi bir hissdir və bugün də bütün səslənən musiqi nömrələri o həmin sevgi, eşq, məhəbbət hissi ilə aşılanmışdı və ən əsası Təranə xanım və onun bütün musiqiçilərinin musiqiyə, sənətə, sözə, bu sevgi hissi ilə doluydu. Bu əsas vacib bir məqamdır ki, biz onu əlbəttə qeyd etməyə bilmərik. Bilirsiniz, bu Cahangir Cahangirov adına xor, özü-özlüyündə artıq bu cür xorla çalışmaq özü-özlüyündə böyük bir məsuliyyətdir. Çünki Cahangir Cahangirovun Azərbaycan musiqi tarixində, bizim mədəniyyətimizin tarixində və xor sənətimizin tarixində rolu əvəzsizdir. İllər o xor kollektivləri ilə çalışıb, Üzeyir bəyin demək olar ki, xeyir duası ilə bu sənətə gəlib, onun gözəl, böyük əsərləri var xor üçün. Bizdə uzun müddət bizim konservatoriyada kafedraya rəhbərlik eləyibdir və illər bu xor haqqında biz demək olar ki, heç nə eşitmirdik. Yəni bilirdik ki, belə bir xor var, hərdən nəysə hansısa konsertlərdə görürdük, nə bilim, dinləyirdik. Amma Təranə xanımın gəlişi ilə, indi bunu heç bir mübaliğə burada yoxdur. Bu xor elə bil ki, canlandı. Yəni elə bir yeni nəfəs əldə etmiş oldu. Az qala hər ay konsertlər bir dəfə yox, 2 konsert, hər proqramda dəfədən dəfiyə dəyişir. Yəni
köhnə repertuara, köhnə artıq əhs olunmuş musiqi nömrələrinə, hansı əsərlərə yeniləri də əlavə olunur. Bu çox böyük bir işdir. Bilirsiniz, bu çox böyük bir zəhmətin nəticəsində ərsəyə gələn bir işdir. Və burada heç bir, mən öz tələbələrimə həmişə deyirəm ki, kim ki gəlib bizim musiqi sənətinə, ancaq burada sevgi ilə işləmək olar. Yəni, bu sənət bizə heç bir dividend gətirmir. Qəti. Yəni, əgər sən bu sənətə həqiqətən qəlbən bağlısansa, sən bu sənətdə nəsə etmək istəyirsənsə, onda bir nəticə olacaq. Bax, Təranə xanım belə insanlardandır. Görün, necə bizim gözəl gənci öz ətrafında birləşdirib. Gənclər də yox idi, bu musiqiçilər arasında bizim çox sevimli, həqiqətən çox sevdiyimiz, illər izlədiyimiz gözəl sənətçilərimiz də var, cavanlar da var, yaşlılar da var. Təranə xanım kimi xor sənətin bütün incəliklərinə varmış bir insan da var. Və mən bilirəm ki, o istəyir ki, bu xor həqiqətən bizim musiqi aləmizdə öz yerini tutsun və mən hiss edirəm ki, bu artıq baş tutmaqdadır. Onun öz auditoriyası var. Hətta mənim yanımda bu konsertdə birinci dəfə olan musiqişünaslar var idi. Çox təəccüb elədilər ki, zal da dolubdur. Adətən xor konsertlərində bizdə çox böyük həvəs göstərmirlər. Hətta mənim yadıma gəlir bir məqam, Akşin Əlizadə kimi bizim xor sənətinin böyük sənətkarı, o dedi ki, bəlkə biz bu xordan, bu hardasa 80-ci illəridir, özü belə əməli başlı da belə demək olar ki, xor sənətində yeni söz olmuş əsərlər yazmışdır. Bir dəfə məyus olaraq dedi, bəlkə biz ümumiyyətlə Azərbaycanlılarımız xor üçün işləməyir də, nəysə mən hiss edirəm ki, nə publika onu sevir, nə bizim belə gözəl xorlarımız var ki, bizim əsərləri ifa etsinlər. Amma Təranə xanım kimi insanlar bu fikri təqsib edirlər. Ona ki, mən Teşekkür ederim. Digər müəlliməm də var, Zeynəb xanım Qəfarova, mən onu da istəyirəm alqışlayasınız. Çox gözəl insan, var olun. Var olun, təşəkkür ederim. Ve ben diğer nüansı da qeyd etmək istəyirəm ki, hər dəfə konsertlərdə çox fərqli repertuarla çıxış edirlər. Bunu daimi izləyicilərimiz gözəl bilirlər, istər açıq havada, istər burada. O repertuar ildən ilə dəyişir və gənclərimiz də həvəslə məşq edib. Təranə xanımı görməniz lazım idi, dualarıyla səhnəyə çıxırlar. O dualar bütün gənclərimizin üzərində olsun. Allah sizi var eləsin.